24 noyabr 2018-ci il. Bakı Dövlət Universitetinin köhnə binasının zirzəmisində arxiv işçiləri təmir işləri zamanı divarın arxasında gizlədilmiş metal qutuya rast gəlirlər. Qutunun içində qalın qovluqlar, hər birində yüzlərlə tələbə dosyesi və ən üstdə qırmızı mürəkkəblə yazılmış bir siyahı. Bu siyahıda 554 ad var. Hər adın yanında qırmızı xaç işarəsi və qısa qeyd, xaric edilsin, orduya göndərilsin, diplom verilməsin. Sənədlərin üstündə möhür, məxfi, yalnız rektorun şəxsi istifadəsi üçün. Amma ən dəhşətlisi bu deyil. Ən dəhşətlisi odur ki, bu siyahıdakı gənclərin əksəriyyəti çet vaxt bilməyiblər ki, onların taleyini kim, nə vaxt və hansı səbəbdən dəyişib. Kim bu siyahını tərtib edib? Niyə bu sənədlər 30 il gizli saxlanılıb? Və ən əsası, bu 554 nəfərin həyatına nə olub? Təsəvvür edin ki, siz 19 yaşındasınız. Bakı Dövlət Universitetinin tələbəsisiniz. Dərslərə yaxşı gəlirsiniz, imtahanlarınız normaldır, heç bir ciddi pozuntu yoxdur. Amma bir gün, heç bir xəbərdarlıq olmadan sizi dekanın kabinetinə çağırırlar. Orada sizə deyirlər ki, universitetdən xaric olunmusunuz. Səbəb? Rektor qərarı. Heç bir izahat, heç bir haqq hesab. Sadəcə bir kağız, üstündə qırmızı möhür və imza. Murtuz Ələsgərov. Siz müraciət etməyə çalışırsınız. Valideynləriniz gəlirlər, yalvarırlar, izahat istəyirlər. Amma cavab həmişə eynidir. Rektor qərarı dəyişilməz. Və ertəsi gün sizə hərbi biletiniz gəlir. Sizi orduya çağırırlar. Dağlıq Qarabağ, Çeçenistan ya da sadəcə 2 il əskərlik, hansı ki, sizin bütün planlarınızı, arzularınızı, gələcəyinizi məhv edir. Bu 1988-ci ildən 2000-ci ilə qədər Bakı Dövlət Universitetində baş verən real hekayədir. Və bu hekayənin mərkəzində bir adam dayanır. Murtuz Ələsgərov, Dəmir rektor. Murtuz Məmmədoğlu Ələsgərov 1938-ci il Şamaxı rayonunun Meysəri kəndində anadan olur. Sadə kəndli ailəsindən gələn bu uşaq Sovet dövründə klassik karyera yolu keçir. Məktəbi fərqlənmə diplomu ilə bitirir, Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olur. Sonra aspirantura, elmlər namizədi, professor. 1986-cı ildə 48 yaşında o Bakı Dövlət Universitetinin rektoru təyin edilir və məhz bu andan etibarən universitetin tarixində ən qaranlıq dövr başlayır. Çünki Murtuz Ələsgərov sadəcə rektor deyildi, o özünü universitetin mütləq hökmdarı hesab edirdi. Hər bir qərar, hər bir təyinat, hər bir xaric edilmə, hamısı onun şəxsi iradəsindən asılı idi. Tələbələr onu Dəmir rektor adlandırırdılar. Müəllimlər ondan qorxurdular. Hətta dekanlar onun qarşısında titriyirdilər. Amma heç kim bilmirdi ki, bu adamın masasının siyirmələrində nə gizlənir? Universitetin keçmiş əməkdaşlarından biri adını açıqlamaq istəməyən şəxs bizə danışır. Hər həftə cümə günü rektor öz kabinetində xüsusi yığıncaq keçirirdi. Bu yığıncaqda yalnız 3 nəfər iştirak edirdi. Özü, kadrlar şöbəsinin müdiri və Dövlət Təhlükəsizlik Komitəsinin universitetdəki nümayəndəsi. Onlar tələbələrin siyahısını nəzərdən keçirirdilər. Kimsə haqqında mənfi məlumat varsa, dərhal qırmızı qələmlə işarələnirdi. Biz buna qırmızı cümə deyirdik. Çünki hər belə yığıncaqdan sonra bazar ertəsi bir neçə tələbə universitetdən yoxa çıxırdı. Bu sözlər təsadüfi deyil. Çünki arxivdə tapılan sənədlər məhz bunu təsdiqləyir. Hər siyahının üstündə tarix var, cümə günü. Hər siyahının altında 3 imza var və hər siyahıda orta hesabla 15-20 ad var. Sadə hesabla hər həftə 15-20 gəncin taleyi bu otaqda, bu 3 adamın qərarı ilə həll olunurdu. Amma niyə? Nə üçün bir rektor belə mütləq hakimiyyətə malik idi? Cavabı başa düşmək üçün o dövrün Azərbaycanına qayıtmalıyıq. 1988-ci il. Sovet İttifaqı dağılır. Ermənistan-Azərbaycan münaqişəsi başlayır. Bakıda ilk mitinqlər, ilk etirazlar, ilk qurbanlar. Ölkə xaosun astanasındadır və məhz bu xaosda hakimiyyət özünə sadiq kadrlar axtarır. Universitetlər həmişə təhlükəli yer olub, çünki orada gənclər var, fikirlər var, etiraz potensialı var. Ona görə də universitetlərin rektorları sadəcə təhsil rəhbərləri deyil, siyasi nəzarətçilər idi. Onların vəzifəsi təkcə tələbə yetişdirmək deyildi. Onların əsas vəzifəsi təhlükəli elementləri vaxtında müəyyənləşdirmək və zərərsizləşdirmək idi. Və Murtuz Ələsgərov bu işdə ustadlaşmışdı.
Keçmiş tələbələrdən biri indi 50 yaşlı biznesmen adını açıqlamadan bizə danışır. Mən 3-cü kursda oxuyurdum. Bir gün dostlarımla Azadlıq meydanındakı mitinqə getdim. Sadəcə baxmağa, nə baş verdiyini görmək üçün. Heç bir şüar qaldırmadım, heç bir çıxış etmədim. Sadəcə izləyirdim. Amma kimsə məni orada görüb universitetə məlumat verib. Bir həftə sonra məni dekanın yanına çağırdılar. Dedi ki, rektor qərarı ilə xaric olunmusan. Mən dedim, niyə? Nə etmişəm? Dedi, siyasi fəallıq. Mən dedim, hansı fəallıq? Mən sadəcə baxmışam. Dedi, baxmaq da fəallıqdır. Və məni xaric etdilər. 2 ay sonra hərbi komissarlıqdan çağırış gəldi. Məni Qarabağa göndərdilər. Orada 18 ay döyüşdüm. 4 dəfə yaralandım. Universitetə qayıtmaq haqqım olsa da qayıtmadım. Çünki bildim ki, o adam orada olduqca mənim üçün yeri yoxdur. Bu hekayə tək deyil. Arxivdə tapılan sənədlərdə yüzlərlə belə hal var. Mitingdə iştirak, şübhəli əlaqələr, ailə mənşəyi, dini meyllər, milli fəallıq. Bu xaric edilmə səbəbləri idi. Amma ən dəhşətlisi odur ki, çox hallarda heç bir səbəb göstərilmirdi. Sadəcə rektor qərarı. Və bu qərar heç vaxt şübhə altına alınmırdı. Çünki Murtuz Ələsgərov təkcə rektor deyildi. O sistemin bir hissəsi idi. O, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü idi. O, Ali Sovetin deputatı idi. O, elə bir şəxs idi ki, onun bir telefon zəngi istənilən qapını açırdı və istənilən qapını bağlayırdı. Və o bu gücündən tam istifadə edirdi. Universitetin keçmiş müəllimi, indi pensiyada olan professor bizə danışır. Mən o illərdə dekan müavini idim. Hər ay bizə yuxarıdan göstəriş gəlirdi. Neçə tələbə xaric edilməlidir? Bəli, siz düzgün eşitdiniz. Rəqəm verilirdi. Məsələn, bu ay 15 nəfər xaric edilməlidir. Biz soruşurduq, hansı 15 nəfər? Deyirdilər, özünüz tapın. Və biz tapmağa məcbur idik. Kimsə 2 dəfə dərsə gəlməyib, xaric et. Kimsə imtahanda pis yazıb, xaric et. Kimsə müəllimlə mübahisə edib, xaric et. Biz bunu etməsək, özümüz işdən çıxarılacaqdıq. Bu dəhşətli sistem idi. Biz özümüzü gənclərin gələcəyini məhv edən cinayətkarlar kimi hiss edirdik. Amma başqa çıxış yolu yox idi. Bu ifadələr sizi təəccübləndirirmi? Onda bu faktı eşidin. 1988-ci ildən 1992-ci ilə qədər 4 il ərzində Bakı Dövlət Universitetindən 3200 tələbə xaric edilib. 3200 gənc öz təhsillərini yarımçıq qoyub universitetdən getməli olublar. Onların əksəriyyəti orduya göndərilib. Bir qismi heç bir yerə daxil ola bilməyib. Çünki onların sənədlərində siyasi səbəblərdən xaric edilib qeydi var idi. Bu qeyd o dövrdə ölüm hökmü idi. Sən heç bir dövlət qurumunda işləyə bilməzdin. Heç bir universitetə daxil ola bilməzdin. Hətta bəzi hallarda evlənməyə belə çətinlik çəkirdin. Çünki ailələr belə ləkəli gənclərlə qohumluq etmək istəmirdilər. Və bütün bunlar bir adamın qərarı ilə baş verirdi. Bir qırmızı qələm, bir imza və sənin həyatın dəyişirdi. İndi özünüzə sual verin. Bu 554 nəfər kim idi? Onların günahı nə idi? Və ən əsası, onların taleyinə nə oldu? 30 il sonra, 2018-ci ildə, o metal qutunun tapılması Azərbaycan cəmiyyətində bomba effekti yaradır. Sosial şəbəkələrdə minlərlə paylaşım, yüzlərlə şər. İnsanlar o siyahıda öz adlarını, qohumlarının adlarını axtarırlar və tapmağa başlayırlar. Keçmiş tələbələr, indi orta yaşlı insanlar, illərdir içlərində saxladıqları hekayələri danışmağa başlayırlar. Hər hekayə ayrı bir faciə, hər ad ayrı bir sınmış talih. Və hamısının mərkəzində eyni sual. Niyə? Rəşad adlı keçmiş tələbə, indi 48 yaşında, bizə öz hekayəsini danışır. İlk dəfədir ki, o bu barədə açıq danışmağa razılaşır. Mən 1989-cu ildə Bakı Dövlət Universitetinin Tarix Fakültəsinə daxil oldum. Ailə arzusu idi. Atam müəllim idi, anam da. Onlar istəyirdilər ki, mən də müəllim olum. Mən yaxşı oxuyurdum. 1-ci kursda qrant aldım. 2-ci kursda tələbə elmi konfransında çıxış etdim. Hər şey yaxşı gedirdi. Amma 3-cü kursun əvvəlində, sentyabr ayında, məni dekanın kabinetinə çağırdılar. Orada 2 nəfər var idi. Dekan və tanımadığım bir adam, kostyumlu, soyuq baxışlı. Dekan mənə dedi ki, universitetdən xaric olunmusan. Mən şoka düşdüm. Dedim, niyə?
Nə səbəbdən? O adam, kostyumlu, dedi ki, sənin əmin Ermənistanda yaşayır. Mən dedim, bəli, əmim orada yaşayır. Amma bu mənim nə günahımdır? Dedi, sən onunla əlaqədəsən. Mən dedim, əlbəttə əlaqədəyəm. O mənim əmimdir. Amma bu nə deməkdir? Dedi, bu o deməkdir ki, sən etibarsız şəxssən və məni xaric etdilər. Heç bir sənəd, heç bir rəsmi qərar. Sadəcə dedilər ki, sabah gəlmə. Rəşadın səsi titrəyir. Gözlərində yaş var. Mən evə gəldim. Valideynlərimə dedim. Atam dərhal universitetə getdi. Rektorla görüşmək istədi. Amma onu qəbul etmədilər. O bir həftə hər gün gedib gəldi. Nəhayət bir gün onu köməkçi qəbul etdi. Atam dedi ki, oğlum, heç bir günah etməyib, niyə xaric edilib? Köməkçi dedi ki, rektor qərarı. Atam dedi, mən rektorla danışmaq istəyirəm. Köməkçi dedi, rektor sizinlə danışmayacaq və atamı çıxartdılar. O gün atam evə gələndə onu tanımadım. O qocalıb, əyilib, sanki 10 il qocalmışdı. O mənə dedi, oğlum, bağışla, mən səni qoruya bilmədim. Mən heç vaxt atamı belə görməmişdim. O həmişə güclü, qətiyyətli adam idi. Amma o gün o məğlub olmuşdu. Rəşadın hekayəsi burada bitmir. 2 ay sonra mənə hərbi komissarlıqdan çağırış gəldi. Məni orduya apardılar. Dağlıq Qarabağa göndərdilər. Mən orada 14 ay xidmət etdim. Döyüşlərdə iştirak etdim. Dostlarımı itirdim. Hər gün ölümlə üz-üzə idim. Və hər gün özümə sual verirdim. Niyə mən buradayam? Mənim günahım nə idi? Əmimin Ermənistanda yaşaması mənim günahımmı? Mən bunu seçməmişdim. Mən sadəcə oxumaq istəyirdim. Amma kimsə, hardasa, qırmızı qələmlə mənim adımın üstündən xətt çəkdi və mənim həyatım dəyişdi. O bir anlıq susur, sonra davam edir. Ordudan qayıdandan sonra mən universitetə qayıtmaq istədim. Amma mənə dedilər ki, sənin xaric edilmə qərarın ləğv edilməyib. Mən müraciət etdim, ərizə yazdım. Cavab gəlmədi. Mən başa düşdüm ki, mənim üçün o qapı bağlanıb. Mən başqa universitetə daxil olmağa çalışdım. Amma hər yerdə eyni cavab aldım. Sənin keçmiş universitetindən xarakteristika lazımdır. Mən Bakı Dövlət Universitetindən xarakteristika istədim. Onlar mənə bir kağız verdilər. Orada yazılmışdı. Siyasi etibarsızlıq səbəbindən xaric edilib. Bu kağızla mən heç bir yerə daxil ola bilmədim. Rəşadın taleyi minlərlə gəncin taleyidir. O nəhayət kiçik bir özəl şirkətdə işə düzəldi. Heç vaxt ali təhsil ala bilmədi. Heç vaxt müəllim ola bilmədi. Onun arzuları, planları, gələcəyi, hamısı bir qırmızı xətlə məhv edildi və o, hələ xoşbəxt olanlardan idi. Çünki o sağ qayıtdı. Çoxları qayıtmadı. Arxivdə tapılan sənədlər arasında bir başqa siyahı var. Bu siyahıda 73 ad var. Bunlar universitetdən xaric edilib orduya göndərilən və Qarabağ müharibəsində həlak olan tələbələrdir. 73 gənc. Hər birinin arxasında bir ailə, bir ana, bir ata, bacı-qardaş. Hər birinin arxasında sınmış arzular, yaşanmamış həyatlar. Və hamısının ölüm səbəbi eynidir. Onlar universitetdən xaric ediliblər. Ona görə də orduya göndərilib. Ona görə də cəbhəyə göndərilib. Ona görə də ölüblər. Əgər onlar universitetdə qalsaydılar, təhsil təxirəsi alacaqdılar. Orduya getməyəcəkdilər. Sağ qalacaqdılar. Amma onlar xaric edildilər və öldülər. Bu faktı ilk dəfə açıqlayan jurnalist Elçin Əhmədov bizə deyir. Mən bu sənədləri görəndə ağlaya bilmədim. Çünki dəhşət o qədər böyük idi ki, göz yaşı belə az görünürdü. Mən o 73 adı oxudum. Sonra onların ailələrini tapmağa çalışdım. Bəzilərini tapdım. Onlarla danışdım. Hər bir ana mənə eyni şey dedi. Oğlum günahsız idi. Onu haqsız yerə xaric etdilər. Əgər universitetdə qalsaydı, indi sağ olacaqdı. Və mən bu analara nə deyə bilərdim? Onlara necə izah edə bilərdim ki, onların oğullarının ölümü təsadüf deyildi? Ki kimsə hardasa qərar vermişdi ki, bu gənclər artıqdır, təhlükəlidir, lazımsızdır və onları məhv etmək üçün ən sadə yolu seçmişdi. Onları orduya göndərmək. Elçinin sözləri ağırdı, amma həqiqətdir. Çünki arxiv sənədləri göstərir ki, xaric edilmə qərarları təsadüfi deyildi. Onlar sistemli idi. Hər ay müəyyən sayda tələbə
xaric edilməli idi. Və bu tələbələr müəyyən kateqoriyalardan seçilirdi. Mitinqlərdə iştirak edənlər, şübhəli ailələrdən olanlar, dini və ya milli meyilli olanlar, sadəcə narahat edici hesab edilənlər və ən dəhşətlisi, bəzən heç bir səbəb olmadan sadəcə kvota doldurmaq üçün xaric edilənlər. Keçmiş dekan müavini, adını açıqlamaq istəməyən şəxs bizə danışır. Biz buna plan deyirdik. Hər ay plan var idi. Məsələn, bu ay 10 nəfər xaric edilməlidir. Biz yığışıb müzakirə edirdik. Kimlər? Bəzən real səbəblər olurdu. Kimsə dərslərə getmir, imtahanlar vermir. Amma çox vaxt real səbəb yox idi. Və biz ən az zərərli variantı seçməyə çalışırdıq. Məsələn, kimsə yoxsul ailəsindəndirsə, onu xaric etməzdik. Çünki bilirdik ki, o başqa heç bir şansı yoxdur. Amma kimsə varlı ailəsindəndirsə, düşünürdük ki, bəlkə o özəl universitetə gedər ya da başqa yol tapar və onu xaric edirdik. Bu dəhşətli seçim idi. Biz özümüzü Allah kimi hiss edirdik. Kim yaşasın, kim ölsün. Amma başqa çıxış yolu yox idi. Əgər planı yerinə yetirməsək, özümüz işdən çıxarılacaqdıq və bizim də ailələrimiz var idi. Bu ifadələr sistemin dəhşətini göstərir. Çünki bu, sadəcə bir adamın, Murtuz Ələsgərovun şəxsi qəddarlığı deyildi. Bu bütöv bir sistemin qəddarlığı idi. Sistem insanları seçim etməyə məcbur edirdi. Ya özün, ya başqası. Ya sən işdən çıxarsan, ya başqasını xaric edərsən. Və insanlar seçim edirdilər. Çünki başqa yol yox idi. Amma bir sual qalır. Murtuz Ələsgərov bütün bunları niyə edirdi? O sadəcə əmrləri yerinə yetirən bir məmur idimi? Yoxsa özünün şəxsi motivləri var idi? 2019-cu ilin mart ayında Bakıda kiçik bir mətbuat konfransı keçirilir. Konfransı təşkil edən keçmiş tələbələrin qeyri-rəsmi birliyi, özlərini qırmızı xəttin qurbanları adlandıran qrup. Onlar tələb edirlər ki, arxivdə tapılan sənədlər tam açıqlansın, bütün siyahılar dərc edilsin və hər bir xaric edilmə halı araşdırılsın. Konfransda çıxış edən keçmiş tələbələrdən biri Səbinə adlı qadın, indi 50 yaşında, öz hekayəsini danışır və onun hekayəsi bütün digərlərindən fərqlidir. Çünki o, Murtuz Ələsgərovla şəxsən qarşılaşıb. Səbinə danışır. Mən 1991-ci ildə Filologiya fakültəsinin tələbəsi idim. 4-cü kurs. Diplom işimi yazırdım. Hər şey yaxşı gedirdi. Amma bir gün, aprelin 15-də məni rektorun kabinetinə çağırdılar. Mən heç vaxt rektoru görməmişdim. Bilirdim ki, o çox qorxulu adamdı. Amma niyə məni çağırıb, başa düşmürdüm. Kabinetə girdim. Böyük otaq, pəncərələr Bakı körfəzinə baxır. Divarlarda diplomlar, mükafatlar və masanın arxasında o oturub. Murtuz Ələsgərov. Qalın eynəkli, soyuq baxışlı, əlində qırmızı qələm. O mənə baxdı, heç salam demədi. Sadəcə dedi, sən Səbinəsən? Mən dedim, bəli. Dedi, sənin atan kim işləyir? Mən dedim, atam müəllimdir. Dedi, harda? Dedim, adi orta məktəbdə. Dedi, partiya üzvüdür. Dedim, xeyr. Dedi, niyə? Mən dedim, bilmirəm, heç vaxt soruşmamışam. O biraz sustu. Sonra dedi, sən mitinqlərdə olmusan? Mən dedim, xeyr, heç vaxt olmamışam. Dedi, yalan danışma, sənin şəklin var. Və o, masanın üstündən bir fotoşəkil götürüb mənə göstərdi. Səbinə davam edir. Mən o şəkilə baxdım. Azadlıq meydanı, izdiham, insanlar və həqiqətən uzaqda, kənarda mən dayanmışam. Amma mən orada heç nə etməmişdim. Sadəcə keçirdim, dayandım. Bir neçə dəqiqə baxdım və getdim. Mən bunu rektora izah etməyə çalışdım. Dedim ki, mən sadəcə baxmışam, heç bir şey etməmişəm. O dedi, baxmaq da iştirakdır. Mən dedim, amma mən heç nə deməmişəm, heç bir şüar qaldırmamışam. O dedi, sən orada olmalı deyildin, sən tələbəsən. Tələbələr siyasətlə məşğul olmamalıdır. Mən dedim, amma bu mənim hüququmdur. O qəzəblə masaya vurdu və dedi, sənin hüququn yoxdur. Sənin vəzifən oxumaqdır. Və sən bu vəzifəni yerinə yetirməmsən. Mən şoka düşdüm. Mən heç nə deyə bilmədim. O qırmızı qələmi götürdü, qarşısındakı kağıza bir şey yazdı və dedi, sən xaric olunmusan, get. Mən dedim, amma mən 4-cü kursdayam, diplom işimi yazıram. O dedi, məni maraqlandırmır, get.
və məni çıxartdılar. Səbinənin səsi qəzəblə titrəyir. Mən o kabinetdən çıxanda ayaqlarım titrəyirdi. Mən dəhlizdə oturdum və ağladım. Sonra evə getdim. Valideynlərimə dedim. Atam dedi ki, biz mübarizə edəcəyik. Amma mən bildim ki, mübarizə etməyin mənası yoxdur. Çünki o adam, o qırmızı qələmlə mənim adımın üstündən xətt çəkəndə mənim taleyim həll olundu. Və heç kim, heç bir qüvvə bunu dəyişə bilməzdi. O bir anlıq susur, sonra əlavə edir. Mən heç vaxt ali təhsil ala bilmədim. Diplom işimi müdafiə edə bilmədim. Mən 22 yaşında təhsilsiz, gələcəksiz qaldım. Mən evləndim, uşaqlarım oldu, adi həyat yaşadım. Amma heç vaxt unutmadım, heç vaxt bağışlamadım. Və indi, 30 il sonra mən istəyirəm ki, hamı bilsin. Murtuz Ələsgərov sadəcə rektor deyildi. O minlərlə gəncin həyatını məhv edən bir adam idi. Və o, bunun üçün heç vaxt cavab vermədi. Səbinənin ifadələri konferans salında sükut yaradır. Sonra alqışlar. Sonra göz yaşları. Çünki zalda oturan hər kəs oxşar hekayəyə malikdir. Hər kəs o qırmızı qələmin qurbanıdır. Və hər kəs cavab istəyir. Amma cavab varmı? Murtuz Ələsgərov 2013-cü ildə 75 yaşında vəfat edib. O heç vaxt məhkəməyə çəkilməyib, heç vaxt sorğu-suala tutulmayıb, heç vaxt izahat verməyib. O öz sirlərini özü ilə aparıb. Və indi, onun ölümündən 5 il sonra insanlar hələ də sual verirlər. Niyə? Nə üçün o bunu etdi? Sadəcə əmri yerinə yetirirdi? Yoxsa özünün şəxsi motivləri var idi? Cavabı tapmaq üçün biz Murtuz Ələsgərovun keçmişinə, onun şəxsiyyətinə, onun dünya görüşünə baxmalıyıq və orada bəlkə də açar tapacağıq. Mən onu yaxşı tanıyırdım, deyir. Keçmiş Dövlət Təhlükəsizliyi Komitəsi zabitlərindən biri. İndi 80 yaşında, əlləri hələ də titrəyir bu söhbət zamanı. Hər cümə axşamı saat 6-da biz rektorun kabinetində görüşürdük. 3 nəfər. Mən, kadrlar şöbəsinin müdiri və rektor. Masanın üstündə həmişə eyni şey olurdu. Tələbələrin fotoşəkilləri, mitinqlərdən çəkilmiş kadrlar, informatorlardan gələn hesabatlar. Murtuz müəllim hər bir şəkilə uzun-uzun baxırdı. Bəzən 5 dəqiqə, bəzən 10 dəqiqə. Sonra qırmızı qələmi götürür və şəklin arxasına bir şey yazırdı. Biz onun nə yazdığını bilmirdik. O heç vaxt bizə göstərməzdi. Amma ertəsi həftə o şəkildəki tələbə universitetdən yoxa çıxırdı. Zabiti soruşuruq. Bu qərarları kim verirdi? O cavab verir. Hamımız. Amma əslində yalnız o. Biz təklif edirdik. Amma son qərar həmişə onun idi. Və o heç vaxt izahat verməzdi. Sadəcə deyərdi. Bu adam təhlükəlidir. Və biz soruşmazdıq. Niyə təhlükəlidir? Çünki Murtuz müəllim soruşulmağı sevməzdi. Bu ifadələr bir şeyi aydın edir. Murtuz Ələsgərov sadəcə əmr yerinə yetirən məmur deyildi. O qərar verən adam idi. O seçim edən adam idi. O hökümdar idi. Amma nə onu bu qədər qəddara çevirdi? Nə onu gənclərin həyatını məhv etməyə sövq etdi? Cavabı tapmaq üçün onun keçmişinə qayıtmalıyıq. 1958-ci ildə. O vaxt Murtuz Ələsgərov 20 yaşında gənc tələbə idi. Bakı Dövlət Universitetinin fizika fakültəsində oxuyurdu. Yaxşı tələbə idi, amma fərqli deyildi. Amma bir hadisə onun həyatını dəyişdi. O il universitetdə böyük təmizlik keçirildi. Stalin ölümündən 5 il sonra Xruşovun əriməsi başlamışdı. Universitetlərdə düşmən elementlər axtarılırdı. Murtuzun yaxın dostu, eyni kursda oxuyan Əli adlı gənc millətçilik ittihamı ilə xaric edildi. Əlinin günahı nə idi? O bir dəfə yoldaşlarına demişdi ki, Azərbaycan dilində daha çox dərs keçilməlidir. Bu o dövrdə ağır ittiham idi. Əli xaric edildi, sonra həbs olundu. 5 il həbsə məhkum edildi. Murtuz bu hadisəni gözləri ilə gördü və o bir dərs öyrəndi. Sistem güclüdür, müqavimət isə ölümcüldür. Əgər sağ qalmaq istəyirsənsə, sistemin bir hissəsi olmalısan. Əgər güclü olmaq istəyirsənsə, sistemə xidmət etməlisən. Və Murtuz məhz bunu etdi. O, Kommunist Partiyasına daxil oldu. Komsomol təşkilatında fəal iştirak etdi. Hər yığıncaqda çıxış etdi. Hər kampaniyada ön sıralarda oldu. O, özünü ideal Sovet vətəndaşı kimi göstərdi və sistem onu mükafatlandırdı. Aspirantura, dissertasiya, elmi dərəcə,
professor rütbəsi, dekan vəzifəsi və nəhayət rektor. Hər addımda o, sistemə sədaqətini sübut etdi və hər addımda o, biraz daha sərtləşdi, biraz daha soyuqlaşdı, biraz daha qəddara çevrildi. Keçmiş həmkarlarından biri, indi pensiyada olan professor bizə danışır. Murtuz müəllim gənc ikən fərqli idi. O gülərdi, zarafat edərdi, dostları ilə çay içərdi. Amma hər yeni vəzifədə o dəyişirdi. Dekan olanda artıq gülməyi dayandırdı. Rektor olanda artıq heç kimlə çay içmədi. O özünü hamıdan təcrid etdi. Kabinetində tək oturardı, tək qərar verərdi, tək yaşayardı. Biz ona dəmir rektor deyirdik. Amma həqiqətdə o dəmirdən də sərt idi. O daşa çevrilmişdi. Bu dəyişikliyin səbəbi nə idi? Psixoloqlar deyir ki, mütləq hakimiyyət insanı dəyişdirir. Əgər sən hər gün qərar verirsənsə ki, kim yaşasın, kim ölsün, kim oxusun, kim getsin, sən tədricən özünü Allah kimi hiss etməyə başlayırsan. Və bu hiss səni insanlıqdan uzaqlaşdırır. Murtuz Ələsgərov məhz bu prosesi yaşadı. Hər xaric etdiyi tələbə onu biraz daha güclü hiss etdirdi. Hər imzaladığı qərar onu biraz daha əlçatmaz etdi. Və nəhayət, o elə bir nöqtəyə çatdı ki, artıq insanları insan kimi görmürdü. Onlar sadəcə rəqəmlər idi, statistika idi, plan idi. Və o bu planı yerinə yetirirdi. Soyuq, mexaniki, duyğusuz. Amma bir şey var ki, bu izahı tam etmir. Çünki arxivdə tapılan sənədlər göstərir ki, Murtuz Ələsgərov bəzi hallarda şəxsi qisas alırdı. Məsələn, 1989-cu ildə bir tələbə, Elşən adlı gənc, tələbə qəzetində Murtuz Ələsgərov haqqında tənqidi məqalə yazdı. Məqalədə deyilirdi ki, rektor tələbələrin fikrini dinləmir, avtoritar idarəetmə tərzi tətbiq edir. Məqalə çap olundu. Bir həftə sonra Elşən universitetdən xaric edildi. Səbəb, tənqidi fəaliyyət. Elşənin dostu, o vaxt eyni qəzetdə işləyən jurnalist bizə danışır. Elşən sadəcə həqiqəti yazmışdı. O heç bir təhqir etməmişdi, heç bir yalan deməmişdi. Sadəcə öz fikrini bildirmişdi. Amma bu, Murtuz müəllim üçün bağışlanmaz günah idi. O tənqidi qəbul etməzdi. O özünü məsumiyyət hesab edirdi. Və kim ona qarşı çıxırdısa, o onu məhv edirdi. Elşən xaric edildikdən sonra tələbə qəzeti bağlandı. Redaksiya heyəti dağıdıldı. Və heç kim bir daha Murtuz Ələsgərov haqqında tənqidi söz demədi. Çünki hamı bilirdi, tənqid etmək, özünü məhv etmək deməkdir. Bu sadəcə bir nümunədir. Arxivdə onlarla belə hal var. Kimsə rektora hörmət etməyib, xaric edilib. Kimsə rektorun əmrini şübhə altına alıb, xaric edilib. Kimsə rektorun adını lağa qoyub, xaric edilib. Murtuz Ələsgərov özünü toxunulmaz hesab edirdi və kim ona toxunmağa cəsarət edirdisə, o onu cəzalandırırdı. Qəddarcasına, amansızcasına, bağışlamadan. İndi özünüzə sual verin. Belə bir adam necə bu qədər uzun müddət hakimiyyətdə qala bildi? Niyə heç kim onu dayandırmadı? Cavab sadədir. Çünki o, sistemin bir hissəsi idi. O, yuxarıların etibar etdiyi adam idi. O, təhlükəli elementləri təmizləyən adam idi və sistem onu qoruyurdu. Amma 1991-ci ildə sistem dəyişdi. Sovet İttifaqı dağıldı. Azərbaycan müstəqillik qazandı. Yeni hakimiyyət gəldi və Murtuz Ələsgərov üçün hər şey dəyişdi. Yoxsa dəyişdi? 1992-ci ilin yanvar ayı. Azərbaycan artıq müstəqil dövlətdir. Amma Bakı Dövlət Universitetində hər şey əvvəlki kimi davam edir. Murtuz Ələsgərov hələ də rektordur. Hələ də eyni kabinetdə oturur. Hələ də eyni qırmızı qələmlə qərarlar verir. Sanki heç nə dəyişməyib. Amma bir şey dəyişib. Artıq o, əvvəlki kimi toxunulmazdı. Yeni hakimiyyət köhnə kadrlardan şübhələnir. Tələbələr artıq qorxmadan etiraz edirlər. Müəllimlər artıq susub qalmırlar. Və Murtuz Ələsgərov ilk dəfə olaraq təzyiq altında hiss edir özünü. O ilin fevral ayında universitetdə böyük tələbə mitingi keçirilir. Tələbələr tələb edirlər ki, Murtuz Ələsgərov istefa versin. Onlar şüarlar qaldırırlar. Dəmir rektor getməlidir. Biz azadlıq istəyirik. Keçmişlə hesablaşma vaxtıdır. Mitingdə 500-dən çox tələbə iştirak edir. Onlar rektorluq binasının qarşısında toplaşırlar, nümayiş edirlər, tələblərini səsləndirirlər. Murtuz Ələsgərov pəncərədən onlara baxır. Üzündə heç bir emosiya yoxdur. O sadəcə baxır. Sonra pəncərədən uzaqlaşır və telefonla kiməsə zəng edir.
Bir saat sonra polis gəlir. Miting dağıdılır. Tələbələr zorla səpələnir. Amma bu dəfə heç kim həbs olunmur. Heç kim xaric edilmir. Çünki vaxt dəyişib. Artıq köhnə üsullar işləmir. Keçmiş tələbə, o mitingin təşkilatçılarından biri Ramil adlı şəxs bizə danışır. Biz o gün çox qorxurduq. Çünki bildiyimiz ki, Murtuz müəllim amansızdır. Amma biz də bildik ki, artıq köhnə dövr bitib. Artıq biz səssiz qala bilməzdik. Ona görə də çıxdıq, etiraz etdik. Və bilirsinizsə, o heç nə edə bilmədi. İlk dəfə olaraq o aciz idi. İlk dəfə olaraq biz onu məğlub etdik. Amma Ramil səhv edirdi. Çünki Murtuz Ələsgərov məğlub olmamışdı. O sadəcə gözləyirdi. Və bir həftə sonra o zərbəsini endirdi. Mitingdə iştirak edən 12 tələbə müxtəlif bəhanələrlə universitetdən xaric edildi. Bəziləri akademik uğursuzluq səbəbindən, bəziləri intizam pozuntusu səbəbindən, bəziləri heç bir səbəb göstərilmədən. Ramil də onların arasındaydı. O bizə deyir, mən düşünürdüm ki, artıq təhlükəsizik, amma yanılmışam. O hələ də güclü idi. O hələ də bizi məhv edə bilirdi. Və etdi. Bu hadisə göstərdi ki, Murtuz Ələsgərov hələ də əlindən gələni edəcək. Amma onun günləri sayılı idi. Çünki yeni hakimiyyət artıq onu istəmirdi. 1993-cü ilin may ayında Azərbaycan Respublikasının yeni prezidenti Heydər Əliyev hakimiyyətə gəlir. O köhnə kadrlarla hesablaşmağa başlayır. Bir çox Sovet dövrünün rəhbərləri vəzifələrindən uzaqlaşdırılır və sentyabr ayında Murtuz Ələsgərov da istefa verir. Rəsmi səbəb – sağlamlıq problemləri. Həqiqi səbəb – artıq ona ehtiyac yoxdur. O keçmişin adamıdır və keçmiş getməlidir. Murtuz Ələsgərov rektorluqdan gedəndə universitetdə heç bir vida mərasimi keçirilmir. Heç kim onu yola salmır. Heç kim təşəkkür etmir. O sadəcə gedir. Səssiz, tək, unudulmuş və heç vaxt geri qayıtmır. Sonrakı 20 il o Bakıda yaşayır. Öz evində, tək. Heç bir ictimai fəaliyyət göstərmir. Heç bir müsahibə vermir. Heç kimlə görüşmür. Sanki o, özünü cəmiyyətdən təcrid edib, yaxud cəmiyyət onu təcrid edib. Qonşuları deyir ki, o çox sakit adam idi. Hər gün eyni vaxtda gəzintiyə çıxırdı. Heç kimlə salamlaşmazdı. Heç kimlə söhbət etməzdi. Sadəcə gəzər, evə qaydar, qapını bağlayardı. Sanki o, özünü həbsxanaya salmışdı və açarı özü atmışdı. 2013-cü ilin oktyabr ayında Murtuz Ələsgərov vəfat edir. 75 yaşında. Səbəb ürək tutması. Dəfn mərasimi kiçik olur. Yalnız ailə üzvləri və bir neçə köhnə həmkar iştirak edir. Heç bir rəsmi şəxs gəlmir. Heç bir xatirə nitqi deyilmir. O, sadəcə dəfn olunur və unudulur. Yoxsa unudulur. Çünki 5 il sonra o metal qutu tapılır və hər şey yenidən başlayır. Bütün o sənədlər, bütün o siyahılar, bütün o qırmızı xətlər hamısı üzə çıxır və insanlar yenidən xatırlayırlar. Yenidən qəzəblənirlər. Yenidən sual verirlər. Niyə? Nə üçün o bunu etdi? Və ən əsası, o heç vaxt peşman oldu mu? Cavabı bilən yalnız bir nəfər var idi. Və o, artıq yoxdur. Amma onun qızı, Günəd xanım, indi 45 yaşında ilk dəfə razılaşır bizə danışmağa. O deyir, atam haqqında çox şey deyilir. Bəziləri onu canavar adlandırır, bəziləri onu qəhrəman adlandırır. Amma mən onu sadəcə atam kimi tanıyırdım. O evdə çox sakit adam idi. Heç vaxt işdən danışmazdı. Heç vaxt problemlərini bölüşməzdi. Sadəcə gələr, nahar edər, televizora baxar yatardı. Sanki o iki fərqli insan idi. Biri işdə, biri evdə. Və mən heç vaxt bilmədim ki, işdə nə edir. Yalnız sonralar, universitetdən gedəndən sonra mən başa düşdüm ki, o nə qədər nifrət edilən adam idi. Günel xanım susur, sonra davam edir. Bir dəfə o artıq çox xəstəykən mən ona sordum. Ata, sən peşmansan? O mənə baxdı, uzun müddət heç nə demədi. Sonra dedi, mən öz vəzifəmi yerinə yetirdim. Mən daha heç nə soruşmadım. Çünki başa düşdüm ki, o heç vaxt peşman olmayacaq. O özünü haqlı hesab edirdi. Və bu, ən dəhşətli şeydir. Bu ifadələr hər şeyi izah edir. Murtuz Ələsgərov özünü günahkar hesab etmirdi. O düşünürdü ki, vəzifəsini yerinə yetirib. O düşünürdü ki, vətənə xidmət edib.
O düşünürdü ki, təhlükəli elementləri zərərsizləşdirib və o heç vaxt anlamadı ki, əslində nə etdi. O minlərlə gəncin həyatını məhv etdi. O yüzlərlə ailəni dağıtdı. O bütöv bir nəsli travma ilə yaşamağa məcbur etdi və o bütün bunları vəzifə adı altında etdi. Bu sadəcə Murtuz Ələsgərovun faciəsi deyil. Bu bütöv bir sistemin faciəsidir. Sistem insanları maşına çevirir. Sistem vicdanı öldürür. Sistem qəddarlığı normallaşdırır və sistem sonunda özünü məhv edir. Amma arxada qalan, sınmış talelər, ağlayan analar, unudulmamış ağrılar. İndi özünüzə sual verin. Biz bu tarixdən nə öyrəndik? Və ən əsası, bu bir daha təkrarlana bilərmi? 2021-ci ilin noyabr ayı. Bakı Dövlət Universitetinin yeni korpusunda böyük konfrans keçirilir. Konfransın mövzusu akademik azadlıq və keçmişlə hesablaşma. Zalda yüzlərlə insan var. Tələbələr, müəllimlər, jurnalistlər, hüquq müdafiəçiləri və ən arxada kiçik bir qrupda yaşlı insanlar oturublar. Onlar o qırmızı xəttin qurbanlarıdır. Onlar 30 il əvvəl universitetdən xaric edilənlərdir. Onlar indi geri qayıdıblar. Bəs niyə? Konfransda çıxış edən insan hüquqları üzrə hüquqşünas Leyla xanım izah edir. Bu konfrans sadəcə keçmişi xatırlamaq üçün deyil. Bu gələcək üçün dərslər çıxarmaq üçündür. Biz sual verməliyik. Necə oldu ki, bir adam, bir qurum belə mütləq hakimiyyətə malik oldu? Necə oldu ki, heç bir nəzarət mexanizmi işləmədi? Necə oldu ki, minlərlə insan sustu və heç nə etmədi? Və ən əsası, biz necə təmin edə bilərik ki, bu bir daha baş verməsin? Leyla xanımın sualları əsaslıdır. Çünki Murtuz Ələsgərovun hekayəsi təkcə keçmişdə qalmış hadisə deyil. Bu xəbərdarlıqdır. Xəbərdarlıq ki, mütləq hakimiyyət həmişə sui-istifadəyə səbəb olur. Xəbərdarlıq ki, nəzarətsiz sistem həmişə qəddarlığa gətirib çıxarır. Xəbərdarlıq ki, sükut həmişə cinayətə şərikdir. Konfransda başqa bir çıxış edən, keçmiş tələbə, indi professor olan Tofiq müəllim deyir. Mən o illərdə tələbə idim. Mən gördüm ki, yoldaşlarım xaric edilir. Mən gördüm ki, onlar ağlayır, yalvarır, izahat istəyir. Amma mən heç nə etmədim. Mən sustum. Çünki qorxdum. Qorxdum ki, əgər danışsam, məni də xaric edəcəklər. Və bu mənim ən böyük peşmançılığımdır. Çünki mən başa düşürəm ki, mənim sükutum o sistemin davam etməsinə kömək etdi. Əgər biz hamımız danışsaydıq, əgər biz hamımız etiraz etsəydik, bəlkə də hər şey fərqli olardı. Tofiq müəllimin sözləri zalda dərin təsir buraxır. Çünki o həqiqəti deyir. Cinayət təkcə cinayətkarın deyil, susmağı seçənlərin də günahıdır. Amma konfransın ən emosional anı keçmiş tələbələrdən birinin çıxışı zamanı baş verir. Orxan adlı şəxs indi 52 yaşında səhnəyə çıxır. Əlində köhnə, saralmış bir kağız var. O deyir, bu mənim xaric edilmə qərarımdır. 1991-ci il mart ayı. Mən o vaxt 2-ci kurs tələbəsi idim. Səbəb, akademik uğursuzluq. Amma bu yalan idi. Mənim qiymətlərim yaxşı idi. Həqiqi səbəb başqa idi. Mənim atam müxalifət partiyasının üzvü idi və mən onun oğlu kimi etibarsız element hesab olundum. Orxan kağızı havaya qaldırır və deyir, 30 il mən bu kağızı saxladım. 30 il mən bu haqsızlığı unutmadım. Və bugün mən tələb edirəm ki, bu qərar ləğv edilsin. Mən tələb edirəm ki, mənim və mənim kimi minlərlə insanın adı bərpa edilsin. Mən tələb edirəm ki, Bakı Dövlət Universiteti rəsmi üzrxahlıq etsin. Onun sözləri alqışlarla qarşılanır. Amma sual qalır. Universitet bunu edəcəkmi? Cavab gəlməsi uzun çəkmir. Konfransdan bir ay sonra Bakı Dövlət Universitetinin yeni rektoru, professor Elçin Babayev xüsusi bəyanat verir. O deyir, biz keçmişimizin qaranlıq səhifələrini tanıyırıq. Biz etiraf edirik ki, 1980-ci və 90-cı illərdə universitetimizdə ciddi hüquq pozuntuları baş verib. Bir çox tələbə haqsız yerə xaric edilib. Onların təhsil hüququ pozulub. Onların gələcəyi məhv edilib. Və bu, bağışlanmazdır. Rektor davam edir. Bugün mən, Bakı Dövlət Universitetinin rektoru kimi, bütün o tələbələrdən, onların ailələrindən üzr istəyirəm. Biz keçmişi dəyişdirə bilmərik. Amma biz gələcəyə təsir edə bilərik. Ona görə də bugündən etibarən
biz xüsusi komissiya yaradırıq. Bu komissiya hər bir xaric edilmə halını yenidən araşdıracaq. Əgər xaric edilmə haqsız olubsa, qərar ləğv ediləcək. Əgər şəxs istəyirsə, ona fəxri diplom veriləcək. Və ən əsası, biz təmin edəcəyik ki, belə haqsızlıq bir daha baş verməsin. Bu bəyanat tarixi addımdır. İlk dəfədir ki, Azərbaycanda bir dövlət qurumu keçmiş cinayətlərini etiraf edir və üzr istəyir. İlk dəfədir ki, qurbanlara ədalət bərpa edilir. Amma bu kifayətdirmi? Keçmiş tələbələrdən bəziləri deyir ki, bəli, bu mühüm addımdır. Digərləri deyir ki, xeyr, bu çox gec gəlib, çünki 30 il itib. 30 il insanlar bu ağrı ilə yaşayıblar. Və heç bir üzrxahlıq, heç bir fəxri diplom bu itirilmiş illəri geri qaytara bilməz. Rəşad, o keçmiş tələbə ki, Qarabağda döyüşüb deyir, mən üzrxahlığı qəbul edirəm, amma bu mənim itirilmiş gəncliyimi geri qaytarmır. Bu mənim döyüşdə itirdiyim dostlarımı geri qaytarmır. Bu mənim anasının ağladığı gecələri geri qaytarmır. Üzrxahlıq yaxşıdır, amma ədalət daha çox şey tələb edir. O haqlıdır. Çünki əsl ədalət sadəcə üzr istəmək deyil. Əsl ədalət məsuliyyət daşımaqdır və məsuliyyət daşımaq cavab verməkdir. Amma kim cavab verməlidir? Murtuz Ələsgərov artıq yoxdur. O heç vaxt məhkəməyə çəkilməyib. Heç vaxt sorğu-suala tutulmayıb. O, öz günahını etiraf etmədən ölüb. Bəs onda kim məsuliyyət daşımalıdır? Sistem? Amma sistem abstrakt anlayışdır. Sistem konkret insanlardan ibarətdir. O kadrlar şöbəsinin müdiri, o Dövlət Təhlükəsizliyi Komitəsinin zabiti, o dekanlar, o müəllimlər, onlar hamısı sistemin bir hissəsi idilər. Onlar hamısı bildilər ki, nə baş verir. Onlar hamısı susub qaldılar. Bəziləri qorxudan, bəziləri maraqdan, bəziləri sadəcə laqeydlikdən. Amma nəticə eynidir. Onlar şərik oldular. Və onlar da məsuliyyət daşımalıdılar. Amma onların əksəriyyəti də artıq yoxdur. Yaxud çox qocadılar. Yaxud danışmaq istəmirlər. Və beləliklə, məsuliyyət məsələsi açıq qalır. Açıq və cavabsız. Bəs onda bu hekayənin mənası nədir? Əgər heç kim cavab vermirsə, əgər heç kim cəzalanmırsa, əgər heç kim məsuliyyət daşımırsa, onda niyə biz bu barədə danışırıq? Cavab sadədir. Çünki xatırlamaq özlüyündə ədalətdir. Çünki danışmaq özlüyündə müqavimətdir. Çünki ifşa etmək özlüyündə qisasdır. Murtuz Ələsgərov ölüb, amma onun adı yaşayır. Və bu ad indi lənətlənmiş addır. Hər dəfə kimsə onun adını eşidəndə xatırlayır. Bu minlərlə gəncin həyatını məhv edən adam idi və bu ən böyük cəzadır. Çünki o özünü qəhrəman hesab edirdi. Amma tarix onu cinayətkar kimi qeyd etdi. O özünü xatırlanmaq istəyirdi və xatırlanır, amma nifrətlə, rəzilliklə, iyrəncliklə və bu bəlkə də ölümdən də pis cəzadır. İndi özümüzə son sual verin. Bu hekayə bitibmi? Yoxsa hələ də davam edir? Təsəvvür edin ki, siz 12 nəfərdən ibarət qrupun üzvüsünüz və hər biriniz Murtuz Ələsgərovun ən böyük sirlərini bilirsiniz. Hər bir tibbi diaqnoz, hər bir gizli qaçış planı, hər bir Bakının altından keçən tunelin yerləşməsi. İndi təsəvvür edin ki, 22 dekabr 1989-cu il. Siz seçim etməlisiniz. Ya öz rəisinizə sadiq qalırsınız, ya da öz həyatınızı xilas edirsiniz. Həmin gün bu 12 nəfər Azərbaycan tarixini dəyişdirən qərar verdilər. Onlar Murtuz Ələsgərovu tərk etdilər. Amma nə onları bu addıma sövq etdi? Niyə məhz o gün? Və ən əsası, onlar nə bildilər ki, biz bilmirik? Keçmiş şəxsi mühafizə zabitlərindən biri, adını açıqlamaq istəməyən şəxs, indi 83 yaşında bizə danışır. İlk dəfədir ki, o 32 il sonra danışmağa razılaşır. Onun əlləri titriyir, səsi zəifdir, amma sözləri aydındır. Biz hamımız bildiyimiz ki, rektor xəstədir, çox xəstədir. Amma heç kim bunu bilməməli idi. Bu dövlət sirri idi. Hər həftə gecə yarısı xüsusi həkim gəlirdi. Heç bir rəsmi qeydiyyat, heç bir sənəd. Sadəcə gəlirdi, müayinə edirdi, dərmanlar verirdi və gedirdi. Biz mühafizə qrupu bu həkimi tanıyırdıq. Amma onun adını heç vaxt öyrənmədik. Ona sadəcə həkim deyirdik. O bir anlıq susur, nəfəsini dərləyir, sonra davam edir. 1988-ci ildən başlayaraq rektorun vəziyyəti pisləşməyə başladı. O tez-tez baş ağrılarından şikayət edirdi.
Əlləri titrəyirdi. Bəzən danışarkən sözləri qarışırdı. Biz görürdük ki, o zəifləyir. Amma o heç kimə deməzdi. O hər gün işə gəlirdi. Hər gün yığıncaqlar keçirirdi. Hər gün qərarlar verirdi. Sanki heç nə olmayıb. Amma biz bilirdik. Biz görürdük ki, o ölür. Yavaş-yavaş, amma ölür. Bu ifadələr şok edicidir. Çünki rəsmi tarixdə Murtuz Ələsgərovun sağlamlıq problemləri heç vaxt qeyd edilməyib. O həmişə güclü, sağlam, enerjili göstərilirdi. Amma həqiqət başqa idi. O, ağır xəstə idi. Və bu xəstəlik onun qərarlarına təsir edirdi. Keçmiş həkim köməkçisi indi 90 yaşında bizə danışır. Mən o həkimin köməkçisi idim. Mən onunla birlikdə rektorun evinə gedirdim. Mən onun müayinələrində iştirak edirdim. Və mən gördüm ki, rektor çox ağır vəziyyətdədir. Onun qan təzyiqi çox yüksək idi. Ürək ritmi qeyri-sabit idi. Beyin damarlarında problemlər var idi. Həkim deyirdi ki, o hər an insult keçirə bilər. Amma rektor müalicəni qəbul etmirdi. O deyirdi ki, vaxtım yoxdur, işlərim çoxdur, sonra müalicə olunarım. Və həkim ona dərmanlar verirdi. Güclü dərmanlar, ağrı kəsicilər, sakitləşdiricilər. Və rektor bu dərmanları qəbul edirdi və işə gedirdi, sanki heç nə olmayıb. Amma bu dərmanlar onun davranışına təsir edirdi. Keçmiş müəllim, o illərdə rektorla yaxından işləyən şəxs bizə danışır. 1989-cu ildən sonra mən fərq etdim ki, rektor dəyişib. O əvvəllər çox sərt, amma nəzarətli idi. Amma sonra o qəfil qəzəblənməyə başladı. Kiçik şeylərə görə qışqırırdı. Bəzən eyni sualı bir neçə dəfə verirdi, sanki unutmuşdu ki, artıq soruşub. Bəzən yığıncaqda oturub yuxuluyurdu. Biz başa düşürdük ki, nəsə səhvdir. Amma heç kim danışmazdı, çünki qorxurduq. Bu dəyişikliklər rektorun qərarlarına da təsir edirdi. Arxivdə tapılan sənədlər göstərir ki, 1989-cu ildən sonra xaric edilmələrin sayı kəskin artıb. Əgər əvvəllər ayda 15-20 nəfər xaric edilirsə, indi ayda 30-40 nəfər xaric edilirdi və səbəblər getdikcə daha qeyri-müəyyən olurdu. Şübhəli davranış, etibarsız element, mənfi təsir, bu kimi qeyri-müəyyən ifadələr xaric edilmə əsasına çevrilirdi. Sanki rektor artıq düşünmədən, mexaniki olaraq qırmızı xətlər çəkirdi. Psixiatr professor Əli Məmmədov bu fenomeni izah edir. Ağır xəstəlik və güclü dərmanlar insanın qavrayışını dəyişdirir. Xüsusilə yaşlı insanlarda beyin damarlarının problemləri qərar vermə qabiliyyətini zəiflədir. İnsan daha impulsiv olur, daha az empatiya hiss edir, daha çox qəzəblənir. Əgər bu insan eyni zamanda mütləq hakimiyyətə malikdirsə, nəticələr fəlakətli ola bilər. Çünki onun qərarlarını heç kim şübhə altına almır, heç kim yoxlayır, heç kim dayandırır və o getdikcə daha çox zərər vurur. Bu məhz Murtuz Ələsgərovun vəziyyəti idi. O xəstə idi, dərman qəbul edirdi, amma işini davam etdirirdi və hər gün o, daha çox gəncin taleyini məhv edirdi. Amma heç kim onu dayandırmırdı. Çünki heç kim bilmirdi ki, o xəstədir, yaxud bilirdilər, amma susurdular. Keçmiş şəxsi mühafizə zabiti yenidən danışır. 1991-ci ilin yayında bir gecə rektor evdə yıxıldı. Biz onu xəstəxanaya apardıq. Həkimlər dedilər ki, o yüngül insult keçirib. Onlar dedilər ki, o istirahət etməlidir, işi buraxmalıdır. Amma rektor qəbul etmədi. O 3 gün xəstəxanada qaldı və yenidən işə qayıtdı. Biz ona dedik ki, rektor müəllim, siz dincəlməlisiniz. O dedi, mən ölənə qədər işləyəcəm. Və biz başa düşdük ki, o həqiqətən belə düşünür. O özünə əvəz olunmaz hesab edirdi. O düşünürdü ki, o olmadan universitet dağılacaq. Və o, ölənə qədər işləməyə davam etdi. Amma onun bədəni davam etdirə bilmirdi. Hər gün o biraz daha zəifləyirdi. Hər gün o biraz daha çox dərman qəbul edirdi. Və hər gün o biraz daha çox qəddara çevrilirdi. Sanki xəstəlik onun içindəki son insanlıq qırıntılarını da məhv edirdi. İndi özünüzə sual verin. Əgər hamı bilirdisə ki, rektor xəstədir, niyə heç kim onu dayandırmadı? Niyə heç kim yuxarılara məlumat vermədi? Cavab sadədir. Çünki o hələ də güclü idi. O hələ də əlaqələrə malik idi. O hələ də hər kəsi məhv edə bilərdi və heç kim risk etmək istəmirdi. Ona görə də hamı sustu və o davam etdi.
ölənə qədər. Bakının altında Sovet dövründə tikilmiş tunellər və sığınacaqlar şəbəkəsi var. Çoxları bunu bilir. Amma çoxları bilmir ki, bu tunellərin bəziləri heç bir rəsmi xəritədə yoxdur. Onlar gizli tikilmişdi. Yalnız çox məhdud sayda insan onların yerini bilir. Və Murtuz Ələsgərov bu insanlardan biri idi. Niyə? Çünki bu tunellərdən biri birbaşa onun evindən Bakı Dövlət Universitetinə gedirdi və başqa biri universitetdən hava limanına və üçüncüsü hava limanından gizli hərbi bazaya. Bu qaçış marşrutu idi. Təcili vəziyyət üçün hazırlanmış plan və Elena Çavşesku kimi Murtuz Ələsgərov da bu marşrutu hər gecə yoxlayırdı. Keçmiş tikinti mühəndisi, o tunellərin tikintisində iştirak edən şəxs bizə danışır. 1985-ci ildə bizə xüsusi tapşırıq verildi. Gizli tunel çəkmək. Rektorun evindən universitetə. Heç bir rəsmi sənəd, heç bir icazə. Sadəcə şifahi əmr. Biz 6 ay işlədik. Gecələr, gizli. Heç kim bilməməli idi. Tunel 3 kilometr uzunluğundaydı. Dərin, möhkəm, havalandırma sistemi ilə. İçərisində elektrik işığı, rabitə sistemi, hətta kiçik ambar var idi. Biz soruşurduq, niyə bu tunel lazımdır? Bizə deyirdilər, sual vermə, işini gör. Və biz işimizi gördük. O davam edir. Tunel hazır olanda biz onu test etdik. Rektorun evindən universitetə 15 dəqiqədə çatmaq mümkün idi. Heç kim səni görmədən, heç kim səni eşitmədən. Mükəmməl qaçış yolu. Amma biz düşünürdük. Nədən qaçış? O vaxt hələ Sovet İttifaqı möhkəm idi. Heç bir təhlükə yox idi. Amma kimsə yuxarıda düşünürdü ki, təhlükə ola bilər və hazırlıq görürdü. Bu tunel yalnız biri idi. Arxiv sənədləri göstərir ki, Bakıda ən azı 12 belə gizli tunel var idi. Hamısı yüksək vəzifəli şəxslərin evlərindən mühüm obyektlərə gedirdi və hamısı eyni məqsədə xidmət edirdi. Təcili qaçış. Amma Murtuz Ələsgərovun tuneli xüsusi idi. Çünki o təkcə qaçış üçün deyildi. O həm də nəzarət üçün idi. Keçmiş Dövlət Təhlükəsizliyi Komitəsi zabiti bizə danışır. Tunelin içərisində müəyyən nöqtələrdə gizli kameralar quraşdırılmışdı. Bu kameralar universitetin müəyyən hissələrinə baxırdı. Rektorun kabineti, dekanların kabinetləri, hətta tələbə yataqxanaları. Rektor istəsə öz evindən monitora baxaraq universitetdə nə baş verdiyini görə bilərdi. Bu total nəzarət sistemi idi və rektor bu sistemdən tam istifadə edirdi. Amma ən şok edici fakt başqa idi. Keçmiş mühafizə zabiti bizə danışır. 1989-cu ilin sonunda rektor hər gecə tunelə enirdi. Biz onunla gedirdik. O tuneli yoxlayırdı, hər bir qapını, hər bir kilidi, hər bir çıxışı. O sanki hazırlaşırdı. Nəyəsə hazırlaşırdı. Biz soruşurduq, rektor müəllim, nə gözləyirsiniz? O cavab verməzdi. Sadəcə yoxlamağa davam edərdi. Və biz başa düşürdük. O qorxur. İlk dəfə olaraq biz onu qorxmuş gördük. O güclü, əlçatmaz rektor qorxurdu. Və bu qorxu bizə də keçirdi. Nədən qorxurdu? Cavab aydındı. İnqilabdan. 1989-cu il. Şərqi Avropada kommunist rejimləri bir-bir yıxılırdı. Polşa, Macarıstan, Çexoslovakiya, Şərqi Almaniya və nəhayət Rumıniya. Nikolay Çavşesku və Elena Çavşesku 25-ci dekabr 1989-cu il güllələnmişdilər. Murtuz Ələsgərov bu xəbəri eşidəndə şoka düşmüşdü. Çünki o özünü Çavşesku ilə eyniləşdirirdi. Onlar hər ikisi öz ölkələrində mütləq hakimiyyətə malik idilər. Onlar hər ikisi xalqdan qorxurdular. Onlar hər ikisi qaçış planları hazırlayırdılar. Və indi biri öldürülmüşdü. Digəri isə bilirdi ki, növbə ona çata bilər. Keçmiş köməkçi bizə danışır. Çavşesku öldürüldükdən sonra rektor dəyişdi. O daha da paranoyak oldu. O hər kəsdən şübhələnirdi. O düşünürdü ki, tələbələr ona qarşı sui-qəsd hazırlayır. O düşünürdü ki, müəllimlər onu satacaq. O düşünürdü ki, hətta öz mühafizəsi ona xəyanət edəcək. Və o daha çox xaric etməyə başladı. Sanki düşünürdü ki, nə qədər çox insan xaric etsə, bir o qədər təhlükəsiz olacaq. Amma ikisinə oldu. Nə qədər çox xaric edirdi, bir o qədər çox düşmən yaradırdı. Və nə qədər çox düşmən yaradırdı, bir o qədər çox qorxurdu. Bu pis döngü idi. Qorxu qəddarlığa gətirib çıxarırdı. Qəddarlıq daha çox nifrətə. Nifrət daha çox qorxuya.
və bu döngü sonsuz davam edirdi, ta ki sistem özü dağılana qədər. İndi özünüzə sual verin. O tunellər indi hardadır? Onlar hələ də mövcuddur? Cavab, bəli. Onlar hələ də Bakının altındadır. Bağlı, tərk edilmiş, unudulmuş, amma mövcuddur. Və onlar o dövrün dəhşətinin fiziki sübutudur. Sübutu ki, hakimiyyət sahibləri xalqdan o qədər qorxurdular ki, yeraltı qaçış yolları tikirdilər. Və bu, ən böyük etiraf idi. Onlar bilirdilər ki, xalq onları sevmir. Onlar bilirdilər ki, xalq onları nifrət edir. Və onlar bilirdilər ki, gün gələcək, xalq onları məhv edəcək. Ona görə də qaçmağa hazırlaşırdılar. Bakı Dövlət Universitetinin arxivində ən dərin zirzəmidə xüsusi otaq var. Bu otağa giriş çox məhduddur. Yalnız rektor və baş arxivarius açarına malikdir. Bu otaqda ən məxfi sənədlər saxlanılır və 2018-ci ildə o metal qutu məhz bu otaqda tapılmışdı. Amma o qutu tək deyildi. Arxivariuslar daha çox qutu tapdılar və hər qutuda yeni sirlər var idi. Qutulardan birində Murtuz Ələsgərovun şəxsi gündəliyi tapıldı. Əlyazması ilə yazılmış 200 səhifəlik dəftər. Bu gündəlik heç vaxt dərc edilməyib. Çünki içərisində yazılanlar o qədər şok edicidir ki, ailə üzvləri onun açıqlanmasına etiraz ediblər. Amma biz bu araşdırma üçün gündəliyin bəzi hissələrini oxumaq icazəsi aldıq və oxuduqlarımız bizi dəhşətə gətirdi. Gündəlikdə Murtuz Ələsgərov öz düşüncələrini, qərarlarını, motivlərini yazıb və bu yazılar onun dünya görüşünü açıq şəkildə göstərir. Məsələn, 1988-ci ilin mart ayında o yazır. Bu gün 12 tələbəni xaric etdim. Hamısı mitinqlərdə iştirak edənlərdir. Onlar düşünürlər ki, azadlıq üçün mübarizə edirlər. Amma onlar bilmirlər ki, azadlıq xaosdur. Azadlıq anarxiyadır. Azadlıq cəmiyyətin dağılmasıdır. Mən onları xaric etməklə əslində onları xilas edirəm. Onları özlərindən xilas edirəm. Çünki onlar öz axmaqlıqları ilə özlərini məhv edəcəklər. Mən isə buna imkan verməyəcəm. Bu sözlər Murtuz Ələsgərovun özünü necə gördüyünü göstərir. O özünü xilas edici hesab edirdi. O düşünürdü ki, gəncləri özlərindən qoruyur. O düşünürdü ki, onları xaric etməklə əslində onlara yaxşılıq edir. Bu dəhşətli məntiqdir. Amma o bu məntiqə inanırdı. Başqa bir qeyddə 1989-cu ilin noyabr ayında o yazır. Çauşesku öldürüldü. Mən televizorda gördüm. Onun və arvadının cəsədlərini göstərdilər. Dəhşətli mənzərə idi. Amma daha dəhşətlisi, xalqın sevinci idi. Onlar sevinirdilər. Onlar alqışlayırdılar. Onlar öz liderinin ölümünə sevinirdilər. Bu nə deməkdir? Bu o deməkdir ki, xalq nankor və qəddardır. Xalq sənə illər boyu xidmət edəni bir anda unutur və öldürür. Mən bu dərsi öyrəndim. Mən heç vaxt xalqa etibar etməyəcəm. Mən heç vaxt onların məhəbbətinə ümid etməyəcəm. Mən sadəcə onları nəzarətdə saxlayacağam. Çünki bu, yeganə yoldur. Bu sözlər onun paranoyasını göstərir. O xalqdan qorxurdu. O xalqı düşmən hesab edirdi. Və o düşünürdü ki, yeganə xilas yolu total nəzarətdir. Amma ən şok edici qeyd 1991-ci ilin may ayında yazılmışdı. O yazır. Bugün həkim mənə dedi ki, mənim ömrüm qısadır. Ürəyim zəifdir. Beyin damarlarım tıxanıb, hər an ölə bilərəm. O mənə dedi ki, işi buraxmalıyam, dincəlməliyəm. Amma mən bunu edə bilmərəm. Çünki mən bilirəm ki, mən getdikdən sonra hər şey dağılacaq. Universitet xaosa çevriləcək. Tələbələr idarə olunmaz olacaqlar. Müəllimlər intizamsız olacaqlar. Və bütün mənim qurduğum sistem məhv olacaq. Mən buna imkan verə bilmərəm. Ona görə də mən ölənə qədər işləyəcəm. Mən ölənə qədər nəzarət edəcəm. Mən ölənə qədər qoruyacağam. Çünki bu mənim vəzifəmdir. Bu mənim missiyamdır. Və mən bu missiyadan imtina edə bilmərəm. Bu sözlər onun özünü necə gördüyünü göstərir. O özünü əvəz olmaz hesab edirdi. O düşünürdü ki, o olmadan hər şey dağılacaq. O özünü tanrı kimi görürdü. Və bu onu daha da təhlükəli edirdi. Gündəlikdə başqa qeydlər də var. Məsələn, o hər xaric etdiyi tələbənin adını yazırdı. Və hər adın yanında qısa qeyd. Təhlükəli, etibarsız, düşmən. Bəzi adların yanında daha uzun qeydlər var. Bu gənc gələcəkdə böyük problem yarada bilər.
Bu gənc başqalarını təsir altına alır. Bu gənc mənim avtoritetimə şübhə ilə yanaşır. Bu qeydlər göstərir ki, Murtuz Ələsgərov hər bir qərarı düşünərək verirdi. O təsadüfi xaric etmirdi. O, hədəfli xaric edirdi. O, gələcək təhlükələri aradan qaldırmağa çalışırdı və bu onu daha da qorxulu edirdi. Çünki o, sadəcə indiki deyil, gələcək düşmənləri də məhv edirdi. Arxivdə tapılan başqa sənədlər də var. Məsələn, Murtuz Ələsgərovun Dövlət Təhlükəsizliyi Komitəsi ilə yazışmaları. Bu yazışmalarda o, müəyyən tələbələr haqqında məlumat istəyir və DTK ona ətraflı hesabatlar göndərir. Tələbənin ailə mənşəyi, valideynlərinin siyasi baxışları, qohumlarının fəaliyyəti, hətta dostlarının kimlər olduğu, hər şey qeydə alınırdı. Hər şey nəzarətdə saxlanılırdı. Və Murtuz Ələsgərov bu məlumatlardan istifadə edərək qərarlar verirdi. Kimsə şübhəli ailədəndirsə, xaric edilirdi. Kimsə etibarsız dostları varsa, xaric edilirdi. Kimsə düşmən qohumlar varsa, xaric edilirdi. Bu, kollektiv cəza sistemi idi. Sən öz günahın olmasa da, başqasının günahına görə cəzalandırılırdın. İndi özünüzə sual verin. Bu gündəlik, bu sənədlər niyə saxlanılmışdı? Niyə məhv edilməmişdi? Cavab. Çünki Murtuz Ələsgərov özünü haqlı hesab edirdi. O düşünürdü ki, gələcək nəsillər onu başa düşəcək. O düşünürdü ki, tarix onu bərpa edəcək. O düşünürdü ki, bu sənədlər onun xidmətlərinin sübutu olacaq. Amma o səhv edirdi. Çünki bu sənədlər onun cinayətlərinin sübutu oldu və tarix onu bərpa etmədi. Tarix onu məhkum etdi. İlk dəfə olaraq 32 il sonra Murtuz Ələsgərovun şəxsi katibəsi Səadət xanım, indi 70 yaşında, kameraların qarşısında oturmağa razılaşır. Onun əlləri titrəyir, səsi zəifdir. Amma dedikləri tarixə işıq salır. Mən 14 il onun yanında işlədim. Hər gün, səhər 9-dan axşam 6-ya qədər. Mən onun hər bir sənədini gördüm, hər bir telefon danışığını eşitdim, hər bir qərarının şahidi oldum. İnsanlar məndən soruşurlar, necə dözə bildin, necə susub qaldın? Amma onlar bilmirlər ki, o otaqda nə baş verirdi. Onlar bilmirlər ki, o adamın gücü nə qədər dəhşətli idi. Səadət xanım bir anlıq susur, pəncərədən kənara baxır, sanki keçmişi görür, sonra davam edir. 1991-ci ilin iyun ayında bir gün rektor məni kabinetinə çağırdı. Masasının üstündə qalın qovluq var idi. O qovluğu mənə uzatdı və dedi, bunu oxu. Mən qovluğu açdım. İçərisində 554 tələbənin dosyası var idi. Hər dosyada fotoşəkil, şəxsi məlumatlar, ailə mənşəyi, akademik göstəricilər və hər dosyanın üstündə qırmızı mürəkkəblə yazılmış qeyd. Xaric edilsin. Mən şoka düşdüm. Dedim, rektor müəllim, bu nə deməkdir? O dedi, bu təmizlik deməkdir. Bu universitet təmizlənməlidir. Bu 554 nəfər təhlükəlidir. Onlar gələcəkdə problem yaradacaqlar. Ona görə də onlar indi getməlidirlər. Səadət xanımın səsi titrəyir, gözlərində yaş görünür. Mən ona dedim, amma rektor müəllim, bunların əksəriyyəti yaxşı tələbələrdir. Onların heç bir günahı yoxdur. O masaya vurdu və qışqırdı. Sən mənə dərs deyirsən? Sən bilmirsən ki, nə təhlükəlidir, nə deyil? Mən 20 il bu universitetdə işləyirəm. Mən bilirəm ki, kim təhlükəlidir. Və bu 554 nəfər təhlükəlidir. Mən qorxdum. Heç vaxt onu belə görməmişdim. O həmişə sərt idi, amma nəzarətli. Amma o gün o nəzarətdən çıxmışdı. Sanki içindəki nəsə partlamışdı. Mən heç nə deməyə cəsarət etmədim. Sadəcə qovluğu götürdüm və çıxdım. O davam edir. Amma mən o qovluğu aparmadım. Mən onu gizlətdim. Zirzəmidə, köhnə arxiv otağında, divarın arxasında kiçik boşluq var idi. Mən qovluğu ora qoydum və metal qutunun içinə bağladım. Mən düşündüm ki, bəlkə bir gün kimsə tapacaq. Bəlkə bir gün həqiqət üzə çıxacaq. Və 30 il sonra mənim ümidim gerçəkləşdi. O qutu tapıldı və həqiqət üzə çıxdı. Bu ifadələr hər şey dəyişir. Çünki indi biz bilirik, o siyahı təsadüfi deyildi. O, Murtuz Ələsgərovun şəxsi qərarı idi. O, sistemli şəkildə 554 gənci təmizləmək qərarı vermişdi. Və əgər Səadət xanım o qovluğu gizlətməsəydi, heç vaxt heç kim bilməyəcəkdi.
Amma niyə o bunu etdi? Səadət xanım izah edir. Mən özüm də ana idim. Mənim də oğlum var idi. O vaxt o 18 yaşındaydı və mən düşündüm, əgər kimsə mənim oğlumun adını belə siyahıya salsaydı, mən nə hiss edərdim? Əgər kimsə mənim oğlumun gələcəyini məhv etsəydi, mən nə edərdim? Və mən qərar verdim. Mən buna şərik ola bilmərəm. Mən bu cinayətə göz yuma bilmərəm. Ona görə də o qovluğu gizlətdim və 30 il gözlədim. Gözlədim ki, həqiqət üzə çıxsın. Amma Səadət xanım tək deyildi. Arxivdə tapılan başqa sənədlər göstərir ki, Murtuz Ələsgərovun ətrafında kiçik bir qrup var idi. 12 nəfər. Onlar rektorun ən yaxın əməkdaşları idilər. Onlar hər şeyi bilirdilər. Və onlar 1992-ci ilin yanvar ayında bir qərar verdilər. Onlar Murtuz Ələsgərovu tərk etdilər. Hamısı eyni vaxtda, eyni gündə istefa verdilər. Və bu, rektorun sonunun başlanğıcı oldu. Keçmiş kadrlar şöbəsinin müdiri indi 82 yaşında bizə danışır. Biz artıq dözə bilmirdik. Biz gördük ki, o getdikcə daha çox qəddara çevrilir. Biz gördük ki, o artıq nəzarətdən çıxıb. Biz gördük ki, əgər biz onu dayandırmasaq, o daha çox insanın həyatını məhv edəcək. Ona görə də biz qərar verdik. Biz getməliyik. Və biz getdik, hamımız, eyni gündə. O şoka düşdü. O bizə yalvardı ki, qalmamızı xahiş etdi. Amma biz qərarımızı vermişdik və biz getdik və o tək qaldı. Bu hadisə Murtuz Ələsgərovun sonunun başlanğıcı oldu. Çünki o artıq tək idi. Onun komandası yox idi, onun dəstəyi yox idi və yeni hakimiyyət bunu gördü və onu uzaqlaşdırdı. Amma o 12 nəfər niyə bu qədər uzun müddət sustu? Niyə onlar daha əvvəl danışmadılar? Keçmiş müdir cavab verir. Çünki biz qorxurduq. Biz qorxurduq ki, əgər danışsaq, bizi də məhv edəcəklər. Biz qorxurduq ki, bizim ailələrimizə zərər verəcəklər. Biz qorxurduq ki, bizim keçmişimizi ifşa edəcəklər. Çünki biz də o sistemin bir hissəsi idik. Biz də o qərarları imzalamışdıq. Biz də o siyahıları təsdiqləmişdik. Biz də günahkar idik. Və biz bu günahı daşıyırıq. Hər gün, hər gecə biz bu günahı daşıyırıq və heç vaxt rahat yata bilmirik. İndi özünüzə sual verin. Bu 12 nəfər indi hardadır? Onlar hələ də yaşayırlarmı? Cavab. Bəziləri yaşayır. Bəziləri artıq yoxdur. Amma hamısı ömürlərinin sonuna qədər bu günahı daşıyacaqlar. Çünki onlar bildilər ki, nə baş verir. Onlar gördülər ki, nə edilir. Amma onlar susub qaldılar. Və bu sükut onların ən böyük günahıdır. Təsəvvür edin ki, siz universitetin rektoru olmusunuz və bir gün sizin masanıza məktub gəlir. Anonim məktub. İçərisində yazılıb, siz bilirsinizmi ki, sizin sələfiniz 1980-ci və 90-cı illərdə minlərlə tələbəni haqsız yerə xaric edib? Siz bilirsinizmi ki, onların bəziləri orduya göndərilib və həlak olub? Siz bilirsinizmi ki, bu cinayətlərin sübutları universitetin zirzəmisində gizlədilibdir? Siz nə edəcəksiniz? Bu məktub 2018-ci ilin oktyabr ayında Bakı Dövlət Universitetinin yeni rektoru, professor Elçin Babayevin masasına gəldi və o qərar verdi. Həqiqəti tapmaq. O arxivariuslara əmr verdi. Zirzəmi yoxlayın. Hər bir otağı, hər bir künc bucağı və onlar yoxladılar və tapdılar. O metal qutuları tapdılar və içərisindəki sənədləri tapdılar. Və hər şey dəyişdi. Rektor Elçin Babayev bizə danışır. Mən o sənədləri görəndə inanmaq istəmədim. Mən düşündüm ki, bu yalan olmalıdır. Bu saxtakarlıq olmalıdır. Çünki belə şey mümkün değildi. Amma sonra mən daha çox araşdırdım. Mən şahidlərlə danışdım. Mən qurbanlarla görüşdüm. Və mən başa düşdüm ki, bu həqiqətdir. Dəhşətli, amma həqiqətdir. Və mən qərar verdim. Bu həqiqət açıqlanmalıdır. İnsanlar bilməlidir. Tarix bilməlidir və biz bu universitetin rəhbərliyi kimi məsuliyyət daşımalıyıq. O davam edir. Bəziləri mənə dedilər ki, keçmişi qazma. Keçmiş, keçmişdə qalmalıdır. Amma mən razılaşmadım. Çünki keçmiş heç vaxt keçmişdə qalmır. Keçmiş həmişə indini formalaşdırır. Və əgər biz keçmişdə hesablaşmasaq, biz gələcəyə düzgün addım ata bilmərik. Və rektor tarixə addım atdı. O xüsusi komissiya yaratdı.
Komissiya hər bir xaric edilmə halını araşdırdı. Hər bir qurbanla əlaqə saxladı. Hər bir ailə ilə görüşdü və nəticədə 554 nəfərdən 418 nəfərinin xaric edilməsinin haqsız olduğunu müəyyənləşdirdi və onların hamısına rəsmi üzrxahlıq edildi. Onların hamısına fəxri diplom verildi və onların hamısının adı universitetin xatirə lövhəsinə həkk olundu. Bu, tarixi ədalət idi. Gecikmişdi, amma gəlmişdi. Amma bəzi qurbanlar artıq yox idilər. Onlar bu ədaləti görməyə ömür etməmişdilər. Onlar öz haqlarını almadan dünyadan köçmüşdülər. Və bu, ən böyük faciə idi. Keçmiş tələbə Rəşad, o Qarabağda döyüşən gənc, indi 50 yaşında fəxri diplomunu alarkən ağlayır. O deyir, mən 30 il gözlədim. 30 il mən bu günü gözlədim. 30 il mən istədim ki, kimsə mənə desin, sən haqlı idin, sən günahsız idin, sənə haqsızlıq edildi və bugün nəhayət mən bunu eşitdim. Amma bilirsinizmi nə? Bu mənim itirilmiş gəncliyimi geri qaytarmır. Bu mənim döyüşdə itirdiyim dostlarımı geri qaytarmır. Bu mənim anasının ağladığı gecələri geri qaytarmır. Amma ən azından bu mənə bir şey verir. Təsdiq. Təsdiq ki, mən dəli deyildim. Təsdiq ki, mən yalan danışmırdım. Təsdiq ki, həqiqətən mənə haqsızlıq edilmişdi. Və bu təsdiq mənim üçün çox şey deməkdir. Amma bir qrup var ki, onlar üçün heç bir təsdiq, heç bir üzrxahlıq, heç bir fəxri diplom kifayət deyil. Onlar o 73 gəncin ailələridir. O 73 gənc ki, universitetdən xaric edilib, orduya göndərilib və Qarabağ müharibəsində həlak olublar. Onların anaları, indi yaşlı qadınlar universitetə gəlirlər. Onlar rektorla görüşmək istəyirlər. Onlar cavab istəyirlər. Onlar ədalət istəyirlər. Və rektor onları qəbul edir. O onlarla uzun söhbət edir. O onlardan üzr istəyir. O onlara vəd verir ki, onların oğullarının adları heç vaxt unudulmayacaq. Və o vədini yerinə yetirir. Universitetin mərkəzi meydanında xatirə abidəsi qoyulur. Abidənin üstündə 73 ad həkk olunur və hər adın altında qısa yazı. Haqsız xaric edildi. Vətən müdafiəsində həlak oldu. Heç vaxt unudulmayacaq. Abidənin açılış mərasimində yüzlərlə insan toplaşır. Tələbələr, müəllimlər, keçmiş tələbələr, ailə üzvləri. Hamı gəlir, hamı xatırlayır, hamı ağlayır və hamı and içir. Bu bir daha təkrarlanmamalıdır. Heç vaxt, heç bir yerdə, heç bir zaman. Amma bu and yerinə yetiriləcəkmi? Tarix göstərir ki, insanlar tez unudur. Tarix göstərir ki, hakimiyyət yenə sui-istifadə olunur. Tarix göstərir ki, cinayətlər yenə təkrarlanır. Ona görə də xatırlamaq kifayət deyil, öyrənmək lazımdır və dəyişmək lazımdır. İndi özünüzə sual verin. Biz nə öyrəndik? Murtuz Ələsgərovun hekayəsindən biz nə dərs çıxardıq? Cavab sadədir. Mütləq hakimiyyət, mütləq korrupsiya deməkdir. Nəzarətsiz sistem, mütləq sui-istifadə deməkdir. Sükut, mütləq cinayətə şəriklik deməkdir. Və əgər biz bu dərsləri öyrənməsək, tarix özünü təkrarlayacaq. Yenə kimsə, hardasa, mütləq hakimiyyətə malik olacaq. Yenə kimsə, hardasa, insanların taleyini məhv edəcək. Yenə kimsə, hardasa, qırmızı qələmlə xətlər çəkəcək. Və yenə minlərlə insan əziyyət çəkəcək. Əgər biz buna imkan verməsək. 2022-ci ilin may ayı. Bakı Dövlət Universitetinin yeni tələbələri ilk dərslərində Murtuz Ələsgərovun hekayəsini öyrənirlər. Onlara danışılır ki, keçmişdə nə baş verib. Onlara göstərilir ki, mütləq hakimiyyət nəyə gətirib çıxarır. Onlara öyrədilir ki, sükut nə qədər təhlükəlidir. Və onlara tapşırılır ki, heç vaxt unutmasınlar. Çünki unutmaq, təkrarlamaq deməkdir. Tələbələrdən biri, Leyla adlı qız, 18 yaşında, dərsdən sonra bizə danışır. Mən bu hekayəni eşidəndə şoka düşdüm. Mən bilmirdim ki, belə şey baş verib. Mən düşünürdüm ki, universitet təhlükəsiz yerdir. Amma indi başa düşürəm ki, heç bir yer mütləq təhlükəsizdir. Hər yerdə hakimiyyət sui-istifadə oluna bilər. Hər yerdə insanlar əziyyət çəkə bilər. Ona görə də biz ayıq olmalıyıq. Biz sual verməliyik. Biz etiraz etməliyik.
Çünki əgər biz susub qalsaq, tarix özünü təkrarlayacaq. Leyla haqlıdır. Çünki tarix dərslər kitabıdır. Və əgər biz bu dərsləri öyrənməsək, imtahanda uğursuz olacağıq. Və bu imtahan həyat-ölüm imtahanıdır. Murtuz Ələsgərovun hekayəsi keçmişdə qalmış hadisə deyil. Bu xəbərdarlıqdır. Xəbərdarlıq ki, hakimiyyət həmişə nəzarətdə saxlanmalıdır. Xəbərdarlıq ki, sükut həmişə cinayətə şəriklikdir. Xəbərdarlıq ki, ədalət həmişə mübarizə tələb edir. Və əgər biz bu xəbərdarlığı qəbul etməsək, biz yenə eyni səhvləri təkrarlayacağıq. Amma bir sual qalır. Murtuz Ələsgərov həqiqətən özünü haqlı hesab edirdimi? Yoxsa dərinlikdə o günahını bilirdi? Cavabı bilən yalnız o idi. Və o artıq yoxdur. Amma onun qızı Günel xanım bizə bir şey danışır ki, bəlkə də cavabı verir. O deyir, atam ölməzdən bir həftə əvvəl mən onun yanında oturdum. O çox zəif idi. Danışa bilmirdi. Amma gözləri açıq idi. Və mən onun gözlərində nəsə gördüm. Qorxu. Dərin, dəhşətli qorxu. Sanki o nəsə görürdü. Nəsə ki bizi görmürdü. Və o əlimi tutdu. Çox güclü tutdu. Və titriyirdi. Bütün bədəni titriyirdi. Mən ona dedim, ata, nə olub? Amma o cavab vermədi. Sadəcə titriyirdi. Və mən başa düşdüm. O qorxurdu. O ölümdən qorxurdu. Yoxsa ölümdən sonra gələcəklərdən qorxurdu? Mən bilmirəm. Amma o qorxurdu. Və bu qorxu onun son hissi idi. Bu ifadələr bəlkə də ən böyük cəzanı göstərir. Murtuz Ələsgərov ömrü boyu başqalarını qorxutdu və ömrünün sonunda özü qorxdu. O ömrü boyu başqalarının taleyini məhv etdi və ömrünün sonunda öz taleyindən qorxdu. O ömrü boyu özünü güclü hesab etdi və ömrünün sonunda özünü aciz hiss etdi. Və bu bəlkə də ən böyük ədalətdir. Ədalət ki, hər kəs öz əməlinin əvəzini alır. Tez ya geç, amma alır. İndi 34 il sonra Murtuz Ələsgərovun adı Azərbaycanda lənətlənmiş addır. Heç kim öz övladına bu adı qoymur. Heç kim bu adı hörmətlə çəkmir. Heç kim bu adamı xatırlamaq istəmir. O, öz arzusuna çatdı. O xatırlanır. Amma nifrətlə, rəzilliklə, iyrəncliklə. Və bu, onun ən böyük məğlubiyyətidir. Çünki o, qəhrəman olmaq istəyirdi. Amma canavar oldu. O, sevgi qazanmaq istəyirdi. Amma nifrət qazandı. O, tarixdə qalmaq istəyirdi və qaldı. Amma xain kimi, cinayətkar kimi, qəddar kimi. Və biz bu hekayəni danışarkən bir şeyi xatırlamalıyıq. Bu, yalnız Murtuz Ələsgərovun hekayəsi deyil. Bu, sistemin hekayəsidir. Sistem ki, insanları maşına çevirir. Sistem ki, vicdanı öldürür. Sistem ki, qəddarlığı normallaşdırır. Və sistem ki, nəhayət özünü məhv edir. Amma arxada qalan, sınmış talələr, ağlayan analar, unudulmamış ağrılar. Və sual, biz bu tarixdən nə öyrəndik? Və ən əsası, bu, bir daha təkrarlana bilərmi? Cavab, bizdə, hər birimizdə. Çünki tarix bizim seçimlərimizlə yazılır. Və əgər biz düzgün seçim etsək, tarix özünü təkrarlamayacaq. Amma əgər biz səhv seçim etsək, yoxsa heç seçim etməsək, tarix yenə təkrarlanacaq. Və yenə kimsə, hardasa, qırmızı qələmlə xətlər çəkəcək. Və yenə minlərlə insan əziyyət çəkəcək. Seçim bizimdir. Hörmətli tamaşaçılar, əgər siz bu faciəvi hekayəni sona qədər izlədinizsə, şərhlərə yazın hansı şəhərdən baxırsınız. Bizim üçün çox vacibdir bilmək ki, Murtuz Ələsgərov harda hələ də xatırlanır. Və kanala abunə olmağı unutmayın ki, tarixin həqiqətləri haqqında yeni materialları qaçırmayasınız.